Salam, gəlin bugün birbaşa pərdə arxasına keçək. Bir hakerin beyninə girib, onların alət çantasında əslində nələr gizlətdiyini birlikdə araşdıraq. Yaxşı, bəs bir veb sayt həqiqətən necə sındırılır? Gəlin quru nəzəriyyəni bir kənara qoyaq, bunun yerinə real bir hücum simulyasiyasını addım-addım birlikdə izləyək. Hədəfimiz isə budur. BGA Bank. Amma bu əsl bank deyil. Bu bir növ bal tələsidir. Yəni, sırf bizə hakerlərin necə düşündüyünü öyrətmək üçün qəsdən təhlükəsizlik boşluqları ilə yaradılmış bir slaq poligonudur. Yaxşı, onda başlayaq. Əsl haker kimi düşünək, ilk addım həmişən kəşfiyyat olur. Məqsəd nədir? Heç bir səs-küy salmadan, heç kimə sezdirmədən, sanki bir binanın planını cızırmış kimi, sistemin bütün zəif nöqtələrini, bütün açıq qapılarını tapmaq. Və bir həkerin ilk baxdığı yer adətən heç kimin vecinə olmayan sadə bir fayldır, robot.txt. Normalda bu fayl axtarış motorlarına deyir ki, buralara baxma. Sanki bir giriş qadağandır lövhəsidir. Amma işin ironik tərəfi odur ki, bəzən bu lövhənin özü qadağan olunmuş yerlərin xəzinə xəritəsinə çevrilir. Həmin o xəritəni əldə etdikdən sonra Woffiz kimi avtomatlaşdırılmış alətlər işə qoşulur. Təsəvvür edin, bu alət yorulmaq bilmədən yüzlərlə potensial qapını bir-bir döyəcləyir, ta ki, biri açıqdır cavabını verənə qədər. Və bingo, nəticə müştəri təmsilçilərinin giriş paneli. Baxın, burada ən heyrətamiz məqam nədir bilirsiniz? Haker hələ bir sətir belə zərərli kod yazmayıb, amma artıq ən dəyərli otaqlardan birinin qapısını tapıb. Deməli, qapını tapdıq. Çox gözəl. İndi isə növbəti mərhələ. O qapını necə açmaq olar? İndi məqsəd sistemi aldatmaq və nəhayət içəri sızmaqdır. Və bunun üçün hakerlər ən çox yayılmış silahlardan birinə əl atırlar. Saytlararası scripting, qısaca XSS. Bu, bir növ web saytın öz immun sistemini özünə qarşı çevirmək kimidir. Çox hiləgər bir üsuldur. Plan isə kifayət qədər sadədir. Cəmi 3 addım. Birincisi, daxil etmə sahəsini yoxla. İkincisi, göndərilən sorğunu yolda ələ keçir. Və üçüncüsü, zərərli kodu içəri yerit. Haker işə çox sadə bir testlə başlayar. Müştəri nömrəsi xanasına təsadüfi bir neçə rəqəm yazır və baxır ki, sayt xəta mesajında həmin rəqəmləri olduğu kimi ona geri qaytarır. Bu, sanki qaranlıq bir mağarada qışqırıb öz əks sədasını eşitmək kimidir. Bu əks səda potensial bir XSS boşluğunun ilk siqnalıdır. Amma müasir brauzerlər o qədər də axmaq deyil, onların öz müdafiə sistemləri var. Bu müdafiədən yan keçmək üçün Hacker Burp Suite kimi bir vasitəçi proqram işə salır. Təsəvvür edin, bu proqram sizin kompüterinizlə bankın serveri arasında oturur və bütün məlumat axınını ələ keçirir. Beləcə, məlumatlar banka çatmamışdan əvvəl onları dəyişdirmək mümkün olur. Və budur o an. Haker bayaqki rəqəmləri kiçik, amma zərərli bir skriptlə əvəz edir və sayt bunu heç bir şübhə duymadan işə salır. Ekranda gördüyünüz bu balaca xəbərdarlıq pəncərəsi əslində böyük bir qələbənin elanıdır. Bu o deməkdir ki, haker artıq istifadəçinin sessiya cookiesini, yəni onun o anki rəqəmsal kimliyini oğurlaya bilər. Yaxşı, amma işlər bu qədər asan deyil, eləmi? Əlbəttə ki, bankın da öz müdafiə sistemləri var. Bir maneə ilə qarşılaşırıq. Bəs yaxşı, haker bu maneəni necə aşır? Sayt bir neçə səhv cəhddən sonra robot hücumlarını bloklamaq üçün qarşımıza bir captcha çıxarır. Amma burada çox incə bir məntiq səhvi var. Məlum olur ki, sistem nədənsə mobil telefonlardan daxil olan istifadəçilərə bu captcha-nı göstərmir. Hakerin etməli olduğu tək şey nədir? Öz brauzerini aldadıb, güya bir iPhone olduğunu deməkdir. Və bir anda captcha yoxa çıxır. Sanki sehirli bir çubuqla toxundular. Baxın, bu çox önəmlidir. Haker burada mürəkkəb bir kodu sındırmadı. Yox, sadəcə sistemin öz məntiqindəki bir boşluqdan, bir çatıdan istifadə etdi. İndi artıq yol təmizdir, limitsiz sayda cəhd etmək olar. Bütün bu kəşfiyyat, bu hilələr, bütün bu səylər axı nə üçündür? Əlbəttə ki, əsas mükafatı əldə etmək üçün. Başqasının hesabına parolu bilmədən tam giriş imkanı qazanmaq. Yadınızdadır, ən başda bir robots.txt faylı tapmışdıq. Hə, məlum olur ki, o fayl sadəcə admin panelin yerini göstərmirmiş, o həm də elmah.axt adlı bir log, yəni qeydiyyat qovluğuna aparan bir yol imiş. Bu, təsəvvür edin ki, bir bankın öz təhlükəsizlik kameralarını, bütün yazılarını hamının girə biləcəyi bir otaqda saxlaması kimidir. İnanılmaz bir səhvdir. Və o qovluğun içində jackpot,
Haker əsl xəzinəni tapır. Sistemə hal-hazırda daxil olmuş real bir istifadəçinin Mustafa Balabanın aktiv sessiya cookie'si. Baxın, bu sadəcə bir mətin parçası deyil. Bu, hesabın qapısını taybatay açan rəqəmsal bir açardır. Bundan sonrası isə demək olar ki, uşaq oyuncağıdır. Hakerin etməli olduğu tək şey bu uğurlanmış rəqəmsal açarı kopyalayıb, xüsusi bir brauzer əlavəsi vasitəsilə öz brauzerinə yapışdırmaqdır. Bütün proses cəmi bir neçə saniyə çəkir. Nə parol lazımdır, nə də təsdiq kodu. Heç bir şey. Haker sadəcə səhifəni yeniləyir və artıq o Mustafa Balabandır. Sistem üçün hər şey qaydasındadır. Çünki o uğurlanmış olsa da etibarlı bir açar görür və heç nədən şübhələnmədən bütün qapıları açır. Beləliklə, bu virtual bank soyğununu başdan sona addım-addım birlikdə izlədi. Olduqca həyəcanlı idi, deyilmi? Yaxşı, bəs bütün bunlardan çıxarılacaq əsas dərslər nələrdir? Baxın, əsas məsələ budur. Gördüyümüz boşluqların heç biri tək başına bəlkə də o qədər də böyük bir fəlakət değildi. Amma mahir bir haker bu kiçik, zərərsiz görünən çatları bir-birinə bağlayaraq zəncirvari bir reaksiya yaradır. Və unutmayın, təhlükəsizlikdə bir zəncir ancaq onun ən zəif halqası qədər güclüdür. Həyatımızın demək olar ki, tamamilə kodlar üzərində qurulduğu bu rəqəmsal dünyada bir anlıq düşünək. Bizim rəqəmsal həyatımızın qıfıllarını kim yoxlayır? Onlar nə qədər möhkəmdir? Bu nümunə bizə bir daha göstərdi ki, kiber təhlükəsizlik sadəcə hündür, keçilməz divarlar tikməkdən ibarət deyil. O, həm də hər bir kiçik pəncərənin, hər bir unutulmuş qapının belə bağlı olduğundan əmin olmaq sənətidir.